Novruz bayramı ərəfəsidir. İndi tuğa getməliyik. Gülüş dedi ki, mən də maşınımla gedim. Dedim, sən sürə bilmirsən, hara geçsən. Gidə bitər sürüm də öz maşınımla gedəcəm. Bir fayda mən maşınıma götürəcəm. O ayra öz maşınına gedim. Təzə alıb Zaporojni. Dedim, bax da, yaxındır o kənd. Bitər getdi, çatdı oraya, toy yerinə. Həyətdə çalındı, elədi. Sonra Gülüş deyir ki, mən maşını aparım bir yer verəliyim də, küçədə qalmasın. Dedim, hə, ged Gülüş. Bu da gəlir toy yersinə, təzə bardağın suyu sərin olaraq, təzə alıb da maşını. Toyçaya deyim ki, mən maşını harada saxlayayım? Bir qonşu həyətdə, bir qonşumuz da var, həyət, apar sal ora. Gəlir olsun, qapını taqqırladır, yiyəsi qoca kişidir. Qız gəlincə, uşaqlar toy yerindədir, heç kim yoxdur. Qoca kişi də həyətdə, yay vaxtıdır beləncə. Deyib, dayı, salam meykim. Deyərik, salam. Deyib, mən maşımı bura həyətə sallam, bənəcə, deyər, nə olar sal. Baxıb həyətə, görüb ki, qabağa girsə, gecə daldala çıxamayacaq. Biraz darısqallırdı da. Elə gündüzdən daldala girim, gecə rahat çıxaram da, xamdaxı. Deyib ki, dayı, mən maşını verirəm daldala, salla baxçına, dəyəndə mənə deyərsən. Deyib, hə, yaxşı. Hə, bu göndərib olsun, ver, dan vurub maşını olsun divara. Kişi deyib, saxla, dəydi. Düşürəsə, görürəm, bu maşın əzildi ki, dalı. Demək ki, bəs mən sənə nə dedim? Dedi, ay bala, sən mənə dedin ki, deyəndə, deyərsən, mən də deyəndə demişəm də. Bir də gördüm, gəldi ki, maşını əzmişəm. Dedim, sənə dedim, aparma maşını, bir yerdə gedərik. Aslan mən çox sağ ol, əzim.